valideynlərə yaxşılıq etmək və qohumluq əlaqələrini birləşdirmək. Və qohumluq əlaqələrini birləşdirmək də Nəbi buyurur ki, sizdən kim ömrünün uzanmasını və ruzisinin gəlməsini istəyirsə, qoy qohumluq əlaqələrini birləşdirsin. Və qohumluq əlaqələrini birləşdirməyin ən üstün dərəcəsi də insanın öz valideynlərinə yaxşılıq etməsidir. Yəni Allah qorusun, o evdə ki, əgər valideynə hörmət yoxdur, valideynlərlə kobud davranılır, acı söz deyilir və s. Təbii ki, ən başda bu haramdır, böyük günahlardandır. Necə ki, Allah Teala Sıra surəsində buyurur ki, valideynlərinizə uf belə deməyin. Və təfsir alimləri də deyir ki, əgər uf kəlməsindən də kiçik bir kəlmə olsaydı, yəni yüngül bir kəlmə olsaydı, Allah Teala onu əmr eləyərdi. Yəni uf belə demək qadağan olunubsa, Allah Teala tərəfindən görün indi başqa kəlmələr necə və yaxud da ki, onlara üz çevirmək, kobud rəftar etmək necə. Və bu da məhz, yəni o evdə ki, valideynlərə pis davranırlar, o evdən bərəkətin çəkilməsinə və yaxud da ki, azalmasına səbəbdir. Və əksi də əks, əgər bir insan valideynləri ilə gözəl davranarsa, məhz bu, həmin o evdə bərəkətin hasıl olması üçün digər sadaladığımız səbəblərdəndir.